Və şeyx burada yəni sələfilərə, əhl-i sünnəyə gözəl nəsihətlər deyir. Elə olanla qutaraq inşallah. O sələfi yəhmilul əmanə. Yəni sələfi kimsə, əmanəti daşıyan kimsədir. Aleyh en yetəalləməl ilm. Ona vacibdir ki, elm öyrənsin. Bizə deyir. Və yedrusul kitabu sələf və əqaidu sələf. Sələfin kitablarını və sələfin əqidəsini oxusun. Təfsirat-ı sələf lil-Qur'an. Sələfin Qur'ana verdiyi təfsirləri oxusun. Və şuruh-li hadis Rasul sallallahu aleyhi ve sellem. Nəbi sallallahu aleyhi ve sellemin hədislərinin şərhini oxusun. Liyətəməkkənə fil ilm. Hətta elmdə mütəməkkin olsun. İlm onun qəlbində qərarlaşsın. Subhanallah. Və yəsduq aleyhi yəd'u ilallah bi ilmi və vasirə. Hətta onun haqqında təsdiqlənsin ki, o Allaha ilm və bəsirət üzərində çağırır. Çünki Allah buyurur ki, Kul həzihi səbili əd'u ilallah. Deyir ki, bu mənim yolumdur, mən Allaha çağırıram, alə basiratin, ənə və mən ittəbəən. Mən də mənə tabi olanlar bəsirət üzərində, yəni ilm üzərində Allaha çağırırıq. Və subhanallah və mə ənə minəl müşrikin. Allah pak və müqəddəsdir, nöqsan sifətlərdən uzaqdır və mən müşriklərdən deyiləm. Əy, ənə və etbə'i haqqan nəd'u ilallah alə basirə. Yəni mən, Peyğəmbər sallallahu aleyhi ve sellem və mənə haqqınla tabir olanlar bəsirətlə Allah'a çağırır. Yəni aləl ilm. Yəni ilm üzərində. Fəddə'i bi cəhlin kəmə yəfəl du'at zəlal və bidə və hum cühəl alə cəhlin min ma'rifədə tariqil haqq və dəvəti ilallah yədəvunə iləl batıl. Və cahil üzərində çağırışa gəldiysə, bu batil əhlinin və bidət əhlinin çağırışıdır. Və onlar cahildirlər, doğru yol bilməkdən və ona çağırmaqdan. Yəd'unə iləl batil. Və batilə çağırırlar. Kəthir minən əhlil bidə və dalal yəd'unə iləl batil. Yəni bidət əhli və zalət əhlinin çoxu bidətə və zalətə çağırırlar. İntəsəmu bil ilm. Özlərini elm vəsf eləsələr, filan göz elm əhlidir. Qardaş, batilə çağırır. Hansı elm? Aydındır, yəni elm əhlidir sözünü nəyə itləq olunur? Haqqa çağırana aid olunur elm əhli kəlməsi. Yoxsa batilə çağırana. Duat avvab cəhənnəm. Cəhənnəm qapısında olan dəvətçilər deyir. Nəbi sallallahu aleyhi ve sellem nə deyir? Nələr gələcək, fitnələr gələcək və cəhənnəm qapısı ağzında dəvətçilər olacaqlar. İbn-i Qeyyim bəzən bu mövzunun şərhində deyir ki, onlar öz sözlərimlə cənnətə əməllərini necə cəhənnəmə çağıracaqlar. İnsanlar elə biləcəklər ki, o nə qışı haqqı deyir və s. Amma əməlləri və başqa yerdə etiqad və s. göstərir gəlsin, o cəhənnəm dəvətçisidir. Sonra şeyh buyurur ki, İnhamilü şəhadə, hətta onların əlində diplomlar, şəhadətlər, magistratura diplomu, bakalavr diplomu olsa belə. O hamı cühəl, onlar əslində cahillərdir. Çünki batıl üzərində olana ilm əhli deyilmir. Kəmə qalə bəzi sələf, necə ki, bəzi sələflər belə deyirdilər, ləm yəbtədi alimun bidətən qat. Mümkün deyil ki, alim əsla bir bidət çıxarsın. Mümkün deyil alim bidət çıxarsın. Necə alimdir ki, bu Peyğəmbəri sallallahu aleyhi ve sellem dində ondan olmayan bir şey çıxardır ortalığa. O alim sayılmır yəni. Hə, əvliyə dostları da. Kim dostlardır? Rəhmanın yox, şeytan dostlarıdır. Və innə məbtəə bidə hədi cühəl. Yəni bidəti yalnız cahillər ortaya çıxardırlar. Və insammu anfusahum uləmə. Hətta özlərini alimlər adlandırsalar belə fəhum cühəl. Onlar isə həqiqətdə cahillərdir. Fətəalləmu kitaballah və sünnət Rasulü sallallahu aleyhi ve sellem. Allahın kitabını və Rəsulun sünnətini öyrənin. Və təalləmu tevhidillah. Allah subhanət Allah'ın tövhidini öyrənin. Və sallallahu aleyhi ve sellem nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn.